Alo, bu bizim uşaq sizə CV atıbdı, buna baxmamısınız. O uşaq mənim dayımın nəvəsidir elə bil ki, onun atasıyla mən vaxtında, yəni pul vaxtı Bakıya gəlib Şirvanzad vaxtı idi. İndi siz gəncsiniz da, yadınıza gəlməz elə. Biz ondan paltar zad alırdıq, gelirdik rayonda satırdıq. Nəsə sözüm bunda deyil. Yəni bu uşaq da o kişinin oğludur. Onu bir işə qoymaq lazımdır. Bir işdən yapışmağını istəyirlər. İndi mənə də dedilər, dedim, nə olan şeydir ki, mən danışaram. Görün o yanınızda bir yer eləyin o uşağa da. Gör kimsə çıxasıdırsa çıxardın, o gəlsin. Orada indi bilmirəm də belə fərasətli uşaqdır, diviziyeniyalı uşaqdır. Əl atsın, nə bilim bir işin qulpundan yapışacaq da. Belə diviziyeniyalı uşaq deyil, sənə pul verirdin ki, get nə bilim qatıq al, gedib süd alıb gəlirdi. Deyirdin ki, niyə? Deyir ki, özümüz hazırlayaq. Yəni bax belə qabağı görən uşağı idi.